Ey Allahın bəndələri, Allaha qarşı günah etməkdən çəkinin və xeyir əməllərinizlə ölümünüzü qabaqlayın. Əlinizdən çıxan dünyanı deyil, sizə qalan salih əməlləri qazanın. Axirət səfərinə hazır olun, çünki ölüm sizə doğru tələsir və kölgəsi artıq üzərinizə düşməkdədir. Zəng çalındıqda oyanan insanlar kimi olun. Bilin ki, dünya sizin əbədi yurdunuz deyil. Allah sizi nə boş yerə yaradıb, nə də başıboş buraxıb. Sizinlə cənnət və cəhənnəm arasında yalnız ölüm dayanır. Hər an azalan bu həyat qısadır. Eləsə sizi sabah xilas edəcək azuqəni bu gün toplayın. Allahdan qorxun, özünüzə öyüd verin, tövbədə tələsin və nəfsinizə hakim olun. Çünki şeytan günahı gözəl göstərər, tövbəni gecikdirər və ölüm insanı qəflət içində yaxalayar. Allahdan istəyirik ki, bizi elə bir bəndələrdən etsin ki, nemətlər bizi itaətsiz etməsin və ibadətdən uzaqlaşdırmasın. Elə yaşayaq ki, ölüm gəldikdə peşman olmayaq.